Arif müəllim, Ulu Öndərlə ilk görüşünüz, üzbəüz görüşünüz nə vaxt olub? 1974-cü ildə mən Nazirlər Kabinetində işləyirdim. O vaxt Nazirlər Soveti adlanırdı o. Və Mərkəzi Komitə ilə biz daima əlaqədə idik. Kənd təsərrüfat şöbəsində işləyirdim. Orada da kənd təsərrüfat şöbəsindən daima əlaqədə olurduq. Və 74-cü ildə məni ora işə götürmək məsələsini qaldırdılar. Heydər Əliyev Mərkəzi Komitəyə qəbul olunan insanların hamısından görüşürdü və söhbət edirdi. Şəxsən? Şəxsən, bəli. O cümlədən mənlə də, mən o vaxtı elmi tədqiqat institutlarını kurasiya edirdim. Dedi ki, danışdı hardansan, nə vaxtı gəlibsən bura, müdafiə edibsən, harada edibsən bunu, bu məsələləri soruşdu. Sonra dedi, elmi tədqiqat institutlarında vəziyyət necədir? Dedim, hər şey qaydasındadır. Dedi, sən deyir, işə çox belə tənqidi yanaşmırsan. Belə işləmək olmaz. Sən məsələyə gərək dərindən daxil olasan və o nöqsanları, müsbət cəhətlər hamısını yaxşı biləsən. Ancaq deyir, səni məsləhət veriblər, mən etiraz eləmirəm. Səni işə götürəcək. İlk görüşüm mənim olub o vaxtı, orada. Nəyə əsasən deyirdi ki, belə dərinə getmirsiniz? Çünki elmi tədqiqat institutlarında həqiqətən problemlər var idi. Problemlər var idi. Mən bir çoxlarını bilmirdim, ancaq bildiklərimi də hesab edirdim, danışmaq lazım deyil. Ancaq Heydər Əliyev hər şeyi bilmək istəyirdi. O, yaxşını da, pisi də eşitmək istəyirdi. Çünki o xoşlamırdı ki, hər şey sığallasınlar, desinlər, yaxşıdır. Nüqsanlardan o düzgün belə hərəkət edirdi. O nüqsanları aradan götürməkdən ötəri tədbirlər görürdü. Ümumiyyətlə, xasiyyəti belə idi. Heydər Əliyev insanları qəbul edəndə çalışırdı onun daxilində olan biliklər haqqında tam məlumat versin. Hərdən bildiyi şeylərini də elə danışırdı ki, güya xəbəri yoxdur. O insanı eləməkdən ötəri, dilə gətirməkdən ötəri. Danışdırmaqdan ötəri. İkinci görüşünüzdür artıq Heydər Əliyev Bakıya gələndə, Qurtuluş günündən əvvəl? Yox, Qurtuluş günündən... Daha da o sonradan Qurtuluş günü adlandırdı, amma 15 iyundan əvvəl gələndə. Ondan qabaq mən bir Naxçıvana getmişdim. Orada Heydər Əliyevlə görüşdüm. 92-ci ildə? 92-ci ildə. İş burasındadır ki, o vaxtı demək parlamentin özündə bir qrup insan Heydər Əliyevin gəlişi ilə əlaqədar iş aparırdı. Heydər Əliyevlə razılaşmadan. Biz özümüz istəyirdik ki, Heydər Əliyev qayıtsın. Ulu Öndərin xəbəri yoxdur bundan? Xəbəri var idi, ancaq biz onunla deyib, ondan o razılığını heç almamışdıq. Heydər Əliyevin hər şeydən xəbəri var idi. Və orada biz imzalar yığdıq ki, Heydər Əliyevin demək, qayıtmasıyla əlaqədar növbədən kənar bir iclas keçirilsin. Parlamentdə iclas keçirilsin. Heydər Əliyev də bunu bilirdi, yəqin ki. Ondan da əvvəl biz daha doğrusu parlamentə sədr seçiləndə biz məsələ qoymuşduq ki, Heydər Əliyevin namizədi də seçkili olsun. Ona müxtəlif şeylər elədilər, ondan sonra dedilər, yaxşı gedin, telefonla danışın, eləyin. Əlaqə yarada bilmədik biz Heydər Əliyevlə, çünki Heydər Əliyevin razılığını almamışdıq biz. Biz özümüz hesab edirdik, Heydər Əliyev gəlməlidir. Və qaydandan baş tutmadı o məsələ, ondan sonra biz belə qərara gəldik ki, növbədən kənar sessiya keçirik. Heydər Əliyevin seçilməsindən əlaqədar. Daha doğrusu,
parlamentə yeni sədrin seçilməsi ilə əlaqədar. Kifayət qədər imza da toplanmışdı və o imza atanların içində Heydər Əliyevdən vaxtilə narazı olan, Heydər Əliyev tərəfindən cəzalandırılan insanlar da var idi. Artıq hamı başa düşürdü ki, Heydər Əliyev gəlməsə bu ölkə dağılasıdır. Hətta parlamentdə demək, şöbə müdiri işləyən bir nəfər var idi, adını deməyəcəm. O da imza atmışdı və deyirdi ki, mən bilirəm Heydər Əliyev bura gələndən sonra mənim vəziyyətim yaxşı olmayacaq. Ancaq Azərbaycan naminə bu imzanı atıram. Bu imza axırı ki, imza yığdıq, ona imkan vermədilər ki, sesiya keçirilsin, növbədən kənar sesiya. Dediyim kimi, kifayət qədər səs də var idi. Və o müddətdə mən Naxçıvana getdim, Heydər Əliyevlə görüşdüm. Onda mən dedim ki, cənab Heydər Əliyev və Azərbaycan sizi gözləyir, siz nə vaxt gələcəksiniz? Dedi ki, bilirsiniz, mənim hakimiyyətdə gözüm yoxdur. Ən yüksək səviyyələrdə mən vəzifə tutmuşam. Ancaq görəndə ki, mən qurduğum ölkəni, mənim xalqıma belə zülmət verirlər, dağıdırlar, mən əlbəttə bana biganə qala bilmərəm. Onda başa düşdük ki, Heydər Əliyev Azərbaycana gələsidir, müəyyən şey lazımdır. Şərait. Bax, birinci görüşüm mənim Heydər Əliyev Azərbaycandan gedəndən sonra orada olubdur. Müstəqillik dövründə birinci görüş. Bəli. Ayın 9-u, iyunun 9-u Heydər Əliyev gəldi Bakıya. 15-i, iyunun 15-i parlamentin sədri seçildi. Bəli. O Bakıya gələndən sonra siz ondan görüşdünüzmü? 93-cü ildə. Gələndən sonra 93-cü ildə seçkilərə qədər. Seçkilərə qədər, bəli, ayın 9-unda gəldi, ayın 10-unda bir qrup Yeni Azərbaycan Partiyasının fəalları deyək, Əlin Ağayev idi, mən idim. Sonra Elmira var idi, deputat Qusardan o idi. 4-5 nəfər yığışdıq, zəng elədik ki, biz gəlmək istəyirik. Heydər Əliyevin o vaxtın mənzili zadı yox idi, qardaşının evində qalırdı. Qardaşı telefona götürdü, Cəlal müəllim. Dedi, eşidirəm sizi. Biz dedik ki, Heydər Əliyevlə görüşmək istəyirik. Dedi, yarısını gəlin də, belə. Heydər Əliyev onun mənzilində qalırdı. Getdi ora, Heydər Əliyev də demək, səhər idi. Səhər yeməyini yeyirdi. Yadımdadır. İndiyənə kimi çox belə sadə bir yemək idi. Heydər Əliyevlə görüşdük, dedik, salamlayırıq da belə yaxşı sözlərimizi dedik. Dedik, biz sizlə həmişə belə təmaslayaq. Yeni Azərbaycan Partiyası yaradılmışdı onda. Onda artıq yaradılmışdı. Bəli. 92-ci ilin noyabrın 21-də. Bəli, yaradılmışdı. Elə onunla şeylədik, vidalaşdıq orada. Ondan sonra Heydər Əliyev bir neçə dəfə prezidentin yanında oldu, Əbülfəz Elçibəyin yanında. Onlarda belə bir fikir var idi ki, Heydər Əliyevə bir vəzifə vermədən onun nüfuzundan, onun xalqın içində hörmətindən, onun bacarığından istifadə edib, yaranmış ağır vəziyyəti düzəltsinlər. Vəziyyət də bilirsiniz, Azərbaycan məhv olmaq səviyyəsinə gəlib çatmışdı. Vətəndaş müharibəsi astanasında. Vətəndaş müharibəsi, bütün qonşularla demək, vəziyyət çox gərgin idi. İranla, Rusiya ilə, Gürcüstanla, Ermənistanla müharibə gedirdi. Mən demək bir söhbətin şahidi oldum. Milli Məclis başlamaqdan qabaq sədr keçməkdən ötəri bir yer var. Sədr oradan gedir, tribunaya çıxar. Orada 2 nəfər Xalq Cəbhəsinin fəal üzvləri danışırdılar. Biri-birinə deyir ki, bilirsən, Heydər Əliyevi kommunal təsərrüfat naziri də təyin eləsilər. O da belə bir şeydir də, kommunal təsərrüfatı nazirliyi.
bir müddətdən sonra bütün hakimiyyət onun əlinə keçəcəkdi. Bundan çəkinirdilər, qorxurdular. Axırkən Heydər Əliyev gəldi. Heydər Əliyev demək çıxış elədi. Qarşıda duran vəzifələr haqqında danışdı. Nə görmək lazımdır, onları danışdı. İlk dəfə sizə deyim ki, 90-cı ildən bəri ilk dəfə belə sərrast, mənalı, istiqamətli danışıq eşitdik. Artıq hamı Heydər Əliyevə səs verməyə hazır idi. Buradan bu vaxtı bir deputat var idi. Adı yadımdan çıxıbdı, Şəkidən idi. Özdə çox iqtidara, o vaxtki iqtidara yaxın adam idi. Dedi, bilirsiniz, siz burada qərar qəbul eləsəniz, onun heç bir mənası olmayacaq. Gəncədə çox ağır bir vəziyyət yaranıbdır. Surət Hüseynov Bakıya hərəkət edir və gəlib burada iqtidardakı olanları hamısını cəzalandıracaqdır. Onun təklifi nəzərə alınmadan bu səs vermənin heç bir mənası olmayacaq. Bu açıq-açığına Heydər Əliyevə hədə qorxu idi, şantaj idi. Heydər Əliyev dərhal dedi ki, mən saat 2-dəmi, 3-dəmi Gəncəyə gedirəm. Həyatda maşınlar olacaqdı, avtobuslar. Demək, bu kütləvi informasiya vasitələrinin nümayəndələrini də təklif edirəm, getsin məndən. Və sizə deyim ki, bu belə cəsarət, belə dərhal qərar qəbul etmək indiyənə kimi heç bir rəhbərdə yox idi. Nə Nazirlər Sovetində, nə ondan qabaq o Mütəllibovda və Xalq Cəbhəsində də. Milli Məclisdə bir məsələ müzakirə olunanda uzun-uzadı müzakirələr gedirdi. Sonra deyirlər ki, tənəffüs elan olunurdu. Sonra deyirlər, gəlin bunu sabah o bir məclisə keçirək və s. Qərar qəbul etmək iqtidarında olan rəhbərlikdə adam yox idi. Onu qəbul etməkdən ötəri gərək insan bilsin ki, nə qərarı qəbul etməlidir, bundan sonra hansı hərəkətlər etməlidir və bu məsələni necə həll etməlidir. Belə bir adam yox idi. Digər tərəfdən də bu təhlükəli bir məsələ idi. Çünki Gəncəyə göndərilən o prokuror kim var idi, Gəncə hadisələri olanda. Surət Hüseynov onu həbs etmişdi və o qorxudan bir qərar qəbul etmişdi ki, Əbülfəz Elçibəy cinayət məsuliyyətini cəlb edilməlidir. Respublika prokuroru. Ondan əvvəl siz də getmişdiniz, düzdürmü Gəncəyə? Ondan qabaq biz də getmişdik, bəli. Biz də getmişdik və demək bir neçə Yeni Azərbaycan Partiyasının üzvləri müraciət etdi prezident aparatına. Saat 10 idi, 11 işləmişdi. Dərhal dedilər ki, gəlin sizə Elçibəy gözləyir. Getdi, oraya dedi ki, bax, belə bir vəziyyət yaranır. Baxın, siz bu məsələni necə həll edəcəksiniz? Heç bilmirsiniz orada nə var, nə yoxdur. Onların tələbləri nədir? Biz belə təklif edirik ki, gedək onu öyrənək, gələk, sizə məruzə eləyək. Ondan sonra bir əlaqə yaradasınız, çıxış yolunu tapa biləsiniz. Dərhal dedilər ki, gedin. 5 nəfər idik, 5 nəfər getdik, bir nəfər də müxalifətdən getdi. O cümlədən 5 nəfərin içində 3 nəfər biz olduq, bir nəfər müxalifət, bir də İmam Mustafayev var idi, ağsaqqal. Onu dəvət elədik. O da bir balaca xəstə idi, qrip olmuşdu, nə olmuşdu. Ona baxmayaraq o da razılıq verdi, getdi. Getdik, orada tanış oldu, hədə qorxusunu dinlədik, elədik. Qayıtdıq. Milli Məclisdə onu məruzə eləyəndə bizim üstümüzə düşdülər ki, bunlar belədirlər, bunlar şeydilər. Elə bir vəziyyət yaratdılar ki, biz çıxıb evə gedə bilmirdik. Onların bir Xalq Cəbhəsinin bir şeyi var idi, qadınlar var idi, gəlirlər ora. Az qalırlar ki, gözünə barmağını soxsunlar. Yadımdadır. Axırı ki, amma Gəncəyə siz gedəndə Heydər Əliyev sizə yolda zəng vurmuşdu.
Biz Heydər Əliyev biləndə ki, biz oraya gedirik, o çox belə həssas insan idi və qayğıkeş insan idi. O zəng vurub mənə dedi ki, siz orada asılı olun o Sürət Hüseynovla. Təhlükəli şeyə siz baş veribsiniz, ancaq gedin. Ancaq asılı olun ki, bədbaxtçılıq olmasın. Çünki hərdə qorxu gəlirdi, gəlib belə asacam, belə kəsəcəm. Bəli, bəli, açıq-açığına deyirdi ki, mən dar ağacı quracam, prezident binasının qabağında və orada onları asacam, eləyəcəm. Axırı ki, Heydər Əliyev getdi oraya, onu başa saldı, izah elədi, onun müəyyən maraqlarını da nəzərə aldı. Ondan sonra Sürət Hüseynov Nazirlər Kabinetinin sədr təyin olundu deyəsən. Sədrimi ya sədrinin birinci müavinimi. Ondan sonra Heydər Əliyev qayıtdı. Heydər Əliyev qayıdandan sonra da hamı səs verdi. Hamı çoxdan onu gözləyirdi. Bu məsələlər olmasa da Heydər Əliyev seçiləsi idi. Hamı başa düşürdü ki, Heydər Əliyevsiz bu gərgin vəziyyətdən çıxmaq mümkün deyil. Hər hansı bir qərar qəbul edəndə məsləhətləşirdi ümumiyyətlə? Heydər Əliyev ümumiyyətlə hər bir qərarını qəbul etməkdən qabaq tam o məsələni öyrənirdi. Öyrənməkdən ötəri indi onun köməkçiləri olurdu, məlumat verirdi, onunla kifayətlənmirdi. O məsələ ilə bağlı olan insanları çağırırdı, onların fikirlərini öyrənirdi. Öz elə şərait yaradırdı ki, yəni xoşa gəlməyən məsələni də o deməli idi. O qəbul olunacaq, olunmayacaqdı, deyirdi, şərait yaradırdı elə. Və ondan sonra son nəticədə Heydər Əliyev qəbul etdiyi qərar hamını razı salırdı. Çünki izah edirdi. Bütün o məsələləri dinləyəndən sonra, öyrənəndən sonra öz qərarını deyirdi və o qərarla hamı razılaşırdı. Demək istəyirəm ki, Heydər Əliyevdə belə hökmranlıq şeyi yox idi. İzah edirdi, başa salırdı hər adam. Ən ağır vəziyyətdən çıxış etmək imkanına malik insan idi. Misal üçün, Heydər Əliyev hakimiyyətə gələndə Rusiya prezidenti Yeltsinlə bizim əlaqələrimiz çox gərgin bir vəziyyətdə idi. Yeltsin demək, Ermənistana $1 milyon sursat vermişdi. Ermənistan bizim müharibə aparırıq. Açıq-açığına onları müdafiə edirdi. İstəyirdi ki, Ermənistan demək o məqsədlərinə nail olsun. O vaxtda bilirsiniz ki, bu əsrin müqaviləsi məsələsi gedirdi. Rusiyanın demək, Xarici İşlər Nazirinin müavini mətbuatda çıxışında belə demişdi. Biz sabahsı günü Azərbaycan Xəzər dənizində öz sahəsi hesab edən yerdə neft qurğusu qoyub, neft hasil etsək, məgər Azərbaycan bizlə müharibə mi eləyəcəkdir? Açıq-açığına bu hədə qorxuydu. Çox belə ağır vəziyyətlər yaranmışdı. Ancaq Heydər Əliyev buna baxmayaraq Yeltsini ram etdi. Yeltsin axırda pensiya çıxandan sonra istirahətə Azərbaycana gəldi. Təsəvvür edə bilərsiniz, düşman mövqeyində olan insan. Necə elədi? Bilirdim, mən indi onun incəliklərini deyə bilmərəm, o Heydər Əliyevin daxilində idi. Heydər Əliyev ona nail oldu. Misal üçün, bax, Ukraynanı götürək də, bizdən bir 3 dəfə, 4 dəfə böyük bir ölkədir. Sərvətləri də bizdən yüksəkdir. İntellektual səviyyəsi də bizdən aşağı deyil. Yüksəklikən aşağı deyil. Orada Heydər Əliyevə bərabər bir insan tapılmadı. Rəhbər tapılmadı. Elə bir adam olsaydı, bu müharibə Rusiya-Ukrayna müharibəsi olmazdı. Çünki indiki müharibənin təməli indi qoyulmuyub da, yəni neçə il bundan əvvəl münasibətlər korona gedirdi. Orada deyirəm, Heydər Əliyevə bərabər bir rəhbər tapılsaydı, xalq onu müdafiə edib qaldırsaydı, bax bu müharibə olmazdı. Heydər Əliyev belə insan idi. Mən demirəm ki, orada ağıllı adam yoxdur, yox.
Ancaq cəmiyyət o adamı tapıb ona öz talihini eləyə bilmədi, tapşıra bilmədi. Bax, bunu mən demək istəyirəm.